uzun, diqqət edin burasına lütfən. Müəllim kimi deyirəm. Sizi çox sevən bir insan kimi deyirəm. Uzun mətin oxumayan adam, uzun mətin oxumaq istəməyən adamın ağlı inkişaf etməz. Bu relislər var ya, girirsiniz telefonda, getdi, bax onlar sizi ancaq çürüdər. Baxın, diqqət edin nə deyirəm. Müəllim danışır sizlə. Deyirəm ki, uzun mətin oxumayan, baxın, oxumaq da bilirsiniz nədir? Vərəqləri çevirmək deyil, oxumaq hər sözün üzərində düşünmək deməkdir. Hər sözün haqqını vermək deməkdir. Rüşvət bəy. Uzun mətin oxumayan millət böyüməz. Uzun mətini anlamayan millət böyüməz. Balaca belə tweetlərlə millət olmaz. Milli fikir olmaz, fəlsəfi fikir olmaz, metafizik fikir olmaz. Biz uzun mətinlərlə, səbirli, bax, oxuma, yazmaq bilsin nə öyrədir insana? Səbir öyrədir. Doğru. Səbir öyrədir. Beyindəki kanalların sayını çoxaldır, düşünmə imkanını artırır, özünü ifadə gücü verir. Baxın, bizim uşaqlara bir mikrofon uzanında qaçıramız. Çünki güvən yox, öyrətməmişik, fərqlidir, söz bilmir, özünə güvənmədiyinə görə özünü ifadə edilmir, yazmaq istəmir. Bax, mən oxuduğum kitab, hər gün 40 səhifə kitab oxuyuram, Rövşən bəy, Rüfət bəy, üzr istəyirəm. Hər gün evimdə cildlərlə oxuduğum kitablardan bir dəfə imkan olsa bura gətirib göstərərəm. Götürdüyüm qeydlər var. Baxın, mən Rüfət bəydən bu tapşırıq almışam, dərsimi necə hazırlaşmışam, görürsünüz. 15 səhifə qeyd götürmüşəm. Gedəcəm, oturacam, ağlıma gələn danışacam deməmişəm. Baxın, 15 səhifədir. İndi nə qədərini deyə bilərəm, bilmirəm, amma bax, 15 səhifə qeyd götürmüşəm. Ki, adam məni millətin qarşısına çıxarır, mən məsuliyyətimi dərk edib onlara xeyri söz deməliyəm. Sonra bəy, bir də, əgər vaxtımız varsa, bir 5 dəqiqədə sizdən vaxt istəyirəm. Əlbəttə, buyurun. Elm harda yuva qurar? Hansı insanda, bax, öncə bunu Azərbaycan xalqına demək istəyirəm ki, bəy, elm çox bahalı bir şeydir. Çox qiymətli bir şeydir və çox nazlı bir şeydir. Əmək, zaman, qaynaq ayırmazsan, gəlməz sizə. Niyə qaçıb fransızlara? Çünki fransızlar, baxın, əmək, qaynaq, zaman ayırırlar ona. Çünki onun, bax, bugün bir şey deyim sizə, bugün həm də elmi şərə çeviriblər. Elm bugün başqa millətləri istismar alətidir. F-16 onlarda, F-35 onlarda, ən müasir silahlar onlarda, ən müasir imkanlar onlarda, ən müasir silahlar onlarda. Və səni, məni, bizi məcbur edir ki, mənə itaət edəcəksin. Elmin gücü ilə eləyir də bunun. Bax, Türkiyə parasını da verib 3 ildir, F-35 alamır. Vermirlər Türkiyəyə. Mən deyirəm ki, elə oğullar və qızlar yetişdirməliyik ki, öz motorunu özü istehsal edən, öz təyyarəsini özü istehsal edən, öz dərmanlarını özü istehsal edən, öz mədəniyyətini, musiqisini, dünya çapında futbolunu, sənətini, rəssamlığını ortaya qoyan hamısı bir markadır, hamısı bir brenddir. Millət sadəcə, necə deyim, siyasi sözü ilə tanınmır ki, millət həm də futbolu ilə tanınır, rəsmi ilə tanınır, ədəbiyyatı ilə tanınır, tarixi ilə tanınır, dərmanı ilə tanınır, basketbolu ilə tanınır. Hər şey bir yerdə milləti inşa edir, bəy. İndi bax, bu nazlı və çox bahalı olan elm harada ola bilər? Necə eləyək ki, Azərbaycana da elm gəlsin? Çünki yenə təkrar edirəm, elm gəlməzsə biz yox olacağıq. Bunu təkrar edirəm. Yox olmaq o demək deyil, biz olmayacağıq. Baxın, dünyada sözünüz yoxdursa, diliniz, mədəniyyətiniz, elm, texnologiya ortaya qoya bilmirsə, sizin diliniz məhlə dil olacaq. Burada bir vergül qoyaq. Elm gəlsə deyirik. Ümumiyyətlə bizdə elm olmayıb mı? Yox, elm var. Bəs mən dedim milli irsimizdən bağ quracağıq. Aha, tamam. Öncə oranı söylədim.